Hello everyone. Hər kəsə salam. Əziz 5-cilər, növbəti izahımızla qarşınızdayıq. Yenə deməli, geyimlərlə bağlı olan dərsdəyik. Geyimlərlə bağlı olan tapşırıqlardayıq. İlk tapşırığa baxırıq. Match the sentences 1-6 with the images E-F. Deməli, burada verilən 6 dənə cümləni biz şəkillərə baxaraq təyin eləyəcək ki, hansı ilə eynidir. Deməli, birə baxırıq. Deyir ki, she is wearing a hat and glasses. O geyinib papaq və eynək. Burada papaq və eynək geyinən yəqin ki, bu xanım qızımızdır. 2-yə baxırıq. She is wearing a skirt and socks. O geyinib ətək və corab. 2 isə olar yəqin ki, bu gözəl xanım qızımız. Sonra 3-ə baxırıq. She is wearing a dress and glasses. O paltar, yəni əlbisə və eynək geyinib. Əlbisə və eynək geyinən gözəl qızımız isə budur. Daha sonra 4-ə baxırıq. She is wearing glasses, a hat, jeans and a top. O geyinib papaq, jeans və top. Top t-shirt də ola bilər, bluz da ola bilər. Bu da olacaq bu şəkildəki. Sonra she is wearing a jacket, jeans, a hat. O geyinib jaket, jeans və hat, papaq. O da olacaq bu xanım qızımız. 6-cısı isə she is wearing black boots, coat and black hat. Sonuncunu da yazdıq. Elədirsə, davam eləyirik. Növbəti tapşırıq bir dinləmə mətnidir. Daha doğrusu sözlər də çox güman ki, çünki burada sözlər səhv verilib. Biz dinləyərək həmin sözləri doğrusunu yazmalıyıq. Elədirsə, gəlin dinləyək. 1. Top. 2. Boots. 3. Dress. 4. Socks. 5. Coat. 6. Hat. 7. Skirt. 8. Glasses. Bəzi uşaqlar dinləməni dinlədik və sözlərimizi doğru şəkildə yazdıq. Gəlirik növbəti tapşırığa. Növbəti tapşırıqda da bir dinləmə var. Gəlin onu da dinləyək. Daha sonra tapşırıqlarını yazarıq. Hi, Carlos. It's Sergio. Hi, Sergio. Where are you? I'm waiting for you by the movie theater. It's opening now. I know. I'm sorry. I'm late. My sister's meeting you there. Your sister? Why? I don't know your sister. I know. She wants to see the movie too. Look, she has long hair. She's wearing a black coat and black boots with a green dress. No, wait. She's wearing a blue skirt and a green top today. She's wearing a black hat. Is she looking for me now? Yes, she is. She's in the cafeteria in the theater. Wait, Carlos, what are you wearing? I'm texting her to say where you are and what you're wearing. Are you wearing your glasses? No, I'm not. I'm wearing my jeans, a green shirt, and green socks. And my coat, of course. So your sister, is she waiting for me in the cafeteria? No, she's not. She's waiting for you by the library. Bəli uşaqlar, biz Sergio'sun bacısı hansıdır, onu dinləməklə tapdıq. Deməli, o deyirdi ki, o geyinib
mavi skirt, blue skirt daha doğrusu mavi ətək, yaşıl köynək və qara papaq, qara boots. Bu sözlərə görə, bu describing-ə görə, yəni təsvirə görə biz həmən qızı tapdıq və onu da yazdıq. Və 4-cü tapşırıqda deyir: Listen to the dialogue again and choose the correct answer. Dialoqu yenidən dinləyin deyir və doğru cavabı seçin. Siz videonu daha önə çəkib dialoqu yenidən dinləyə bilərsiniz. Gəlin, elədirsə tapşırıqları yazaq. Deməli, ilkin özləri for example kimi yazıblar. Biz ikinciyə baxırıq. Sergio's sister is wearing and not wearing a hat. Is wearing a hat olacaqdır. Çünki onun bacısı geyinmişdi. Daha sonra Carlos is wearing yoxsa not wearing glasses. Dinləmədən bildiyimiz üzrə. Deyirdi ki, Carlos isn't wearing glasses. Yəni eynəklərini geyinməmişdi. Carlos is wearing a coat. Bir də 5-də də deyir ki, Sergio's sister is waiting for Sergius by the cafeteria. Not waiting. Çünki o kafeteriyada yox, library'də gözləyirdi. Davam edirik uşaqlar. Language in context. Kontekstdə dili öyrənirik. Gəlin baxaq. Deməli, complete the question and answer the answers from the dialogue in the chart. Use the words below. Deməli, biz suallara cavab verməliyik, dialoqu tamamlamalıyıq bu chartdakı dialoqu. Gəlin baxaq nədir? Present progressive. Keçən izahda mən present progressive bir digər adı ilə present continuous'un izahını vermişdim. Gəlin həmən bu chartı tamamlayaq. Burada sözlərimiz verilib. Yes, no question və onların short answer. I meeting at the movie theater. Yes, I am. No, I'm not. Burada şəxsimiz yu'da olduğuna görə deməli sualımız arla olacaq. Çünki you, we-də nə işlənirdi? Ar işlənirdi. Are you wearing olacaq? Are you wearing your sunglasses? Yes, you are. No, you are not. Are you waiting by the library? Yes, we are. No, we aren't. Are they meeting in the cafeteria? Yes, they are. No, they aren't. Is he wearing jeans? Deməli, is he wearing jeans? O jeans geyinib. O jeans geyinib. Yes, he is. No, he isn't. Daha sonra şeydirsə burada artıq sualı izlə verəcək. Is she for me in the cafeteria deyirsə, is she waiting olacaq. Is she waiting for me in the cafeteria? It's opening now. Yes, she is. No, she isn't. Yes, it is. No, it isn't. What are you deməli, what are you wearing? Sən nə geyinmisən? I am wearing my jeans, a green top and green socks. Davam edirik ikinci tapşırıqla. Ask question and answer with the words below. Deməli, sual və cavab verməliyik bu cərgəyə, sözlərə görə daha doğrusu. They play volleyball, listen to music. Deməli, they are playing volleyball sual cümləsi qururuq və ona inkarda cavab veririk. Çünki burada X verilib, baxın. Daha sonra listen to music deyə təsdiq cümləsi qururuq. Eyni qayda ilə növbəti cümlələri də biz yazaq. İlk öncə baxırıq mübtədamıza. Julia təkdədir, ona görə is-dən başlayacaq. Is Julia go to the bed. Hal-hazırda
soruşduğuna görə going to the bed. Going to bed daha doğrusu. Julia yatmağa gedir. Cavabımız inkardadır. Ona görə no, she isn't deyə verə bilərik. Daha sonra tamamlayırıq ki, she is doing her homework. O öz ev tapşırıqlarını edir. Eyni qaydayla üçü də yazırıq. Tom and his dad. Bu bizim mübtədamızdır. Və mübtədada iki şəxs var. Ona görə deməli nə edirik? Are sualımızı are-la qoyacağıq. Are Tom and his dad play soccer? Cevabımız inkarda olmalıdır. No, they aren't. Sualı nə ilə veririksə, mütləq cavabda da onu yazmalıyıq. Baxın, burada da sual ilə izlə vermişdiksə, cavabı da izlə verməliyik. Daha sonra deməliyik ki, onlar video game oynayırlar. They are playing. Burada playing yazmalıydıq. Yadımdan çıxıb. Playing ing-li verməliydik. They are playing video game. Video games. Deməli, are Tom and his dad playing soccer? Tom və onun atası futbol oynayır. No, they aren't. Yox, oynamırlar. They are playing video games. Onlar video game oynayırlar. 4-ə baxırıq. Carlos. Carlos təkdə olduğuna görə is Carlos buying jeans? Sual veririk. Is Carlos buying jeans? Cevabımız inkardadır. Ona görə də no, he isn't. Daha sonra deyirik ki he is looking at t-shirts. Deməli, Carlos jeans alır. Cavabında deyir ki, yox, o almır. O t-shirtlərə baxır. Gəldik Emma, Joe and Liz. Cəmdə olduqlarına görə are Emma, Joe and Liz have dinner. Have desə having dinner olacaq. Çünki keçən dərsdə də mən demişdim ki, birləşmələr yaradan have ing artıra bilərik. Amma sahiblik anlamındakı have biz ing verə bilmərik. Having dinner. Cavabımız inkardadır. Ona görə deyirik ki no, they aren't. They are unuttuk. They are having lunch. Və uşaqlar, çalışmanı tamamladıq. İndi isə keçirik növbəti çalışmaya. Exercise 3. Ask question and answer them for you. Deməli, suallara cavab yazacağıq. Sual və cavab yazacağıq onlara bizim üçün.
What, where, what your teacher do, what your best friend do now. Deməli, burada keçməzdən əvvəl look bölməsi var. They are meeting in the cafeteria right now, at this moment, at time of speaking. At time of speaking, yəni söhbət gedən vaxt ərzində deməkdir. Söhbət anında baş verən hərəkətlərdə keçən dərsdə də izahını vermişdik. At this moment, bu vaxtda, right now, hal-hazırda, now, indi mənalarında biz ing-li feillərdən istifadə edirik. Gəlin üçüncü tapşırığımızı da yazaq. Bəli uşaqlar, mən bu verilən sözlərlə suallar qurdum və onların cavablarını da yazdım. Gəlin baxaq. What or wear sözləri verilmişdi. Bizə what are you wearing? Sən nə geyinmisən? I am wearing a blue t-shirt and black pants. Mən mavi qısa qol köynək və qara şalvar geyinmişəm. What your teacher do sözləri verilmişdi. What is your teacher doing? Sənin müəllimin nə edir? My teacher is teaching English. Mənim müəllimim ingilis dili öyrədir. Üçüncü cümləmiz isə what your best friend do now? Sənin ən yaxşı dostun indi nə edir? Bu cümləni qurduq. What is your best friend doing now? Cavabında isə my best friend is playing video games right now. Mənim ən yaxşı dostum hal-hazırda video oyun oynayır. Belə uşaqlar, bugünlük də bu mövzunun, bu tapşırıqların sonuna gəldik. Növbəti izahlarda görüşmək ümidi ilə hələlik.